Azerbaycan Radyosu'nun Kızıl Fondu. Biri varmış, biri yokmuş. Kış kurtardı, yaz geldi. Yaz da yay da ötüştü. Soyuqlaşdı havalar, payız fəsli yetişdi. Neçə gündür günəşin rəngi saralıb, solub, gündüzlər qısa olub, gecələr uzun olub. Guruldayır göy, yağır yağışlar, şimşək səsindən diksinir quşlar. Uzaq ellərə uçub gedirlər, isti yerlərə köçüb gedirlər. Qoca palıd ağacının altında bir məclis qurub bu meşənin heyvanları. Ayı ayaq üstə durub, danışdıqca oxumağın faydasından birər-birər ona qulaq asır hamı. Şadlanırlar, sevinirlər. Sabah dərslər başlanacaq. Sevinirlər kirpi, dələ, kəpgöz dovşan şadlığından ora-bura qaçır elə. Əl qaldırır gödək dələ. Ayı qardaş, sözüm var. Mənim xallı nəvənlə sənin nəvən tay olar. Onları da sabahdan məktəbə göndərək biz. Qoy savadlı, bilikli olsun nəvələrimiz. Ne deyirəm? Göndərək, oxusunlar uşaqlar. Bizim əyri pəncənin çox yaxşı yaddaşı var. Bu vaxt qoca kirpini dovşan çəkir kənara. Kirpi qardaş, uşaqlar çox gəzirlər avara. Qaçdı tutdu oyunu başlarını çox qatır. Oynamaqdan yorulub bizim kəpgöz hey yatır. Uşaqları sabahdan məktəbə göndərək biz. Qoy savadlı, bilikli olsun nəvələrimiz. Hamılıqlı elliklə razılaşdı heyvanlar. Məktəbə getmək üçün hazırlaşdı heyvanlar. Bu meşədə hər cürə heyvan çoxdur uşaqlar. Kəpiş kimi lovğası hələ yoxdur uşaqlar. Üstün tutur özünü bütün yoldaşlarından, bütün sirdaşlarından, doğma qardaşlarından. Qulaqsın, dərsə mən birinci çatacağam. Məktəbin qapısını birinci açacağam. Lap dünəndən hazırdır boz çantası kəpişin. Yaman səliqəlidir, yaxşı bilir öz işin. Hörükləyib palıda o qamış kəhərini, hazır qoyub atının xalçalı yəhərini. Gecə tən yarıdır, ay batır göylərdə, çəkilir hər yana qaranlıq bir pərdə. Yatmağa gedirlər bir-bə-bir heyvanlar, kirpilər, dələlər, ayılar, dovşanlar. Səhərdir, gün çıxır, dağlara yayılır. Yatanlar hamısı yuxudan ayılır. Əl üzünü yuyub, çay içib, çörək yeyib, paltarlarını geyib, məktəbə yollanırlar. Payız deyil meşədə, sanki bahardır, bahar. Təkcə çəpiş oyanmış, xəbəri yox xəbərdən. Hələ yatır, xor-ha-xor, xəbəri yox səhərdən. Dostları qışqırırlar. Kəpiş səhər açılır, bəsdir yatdın, dur gedək. Hər yana nur saçılıb, bəsdir yatdın, dur gedək. Kəpiş səhər açılıb. Kəpiş səsə diksinir, ayaq üstə qalxır tez.
Ətrafına baxır tez, yoldaşlarına deyir. Siz gedin. Mən məktəbə sizdən tez çatacağam. Məktəbin qapısını birinci açacağam. Lovğalanma, ay çəpiş. Bir fikir ver sözünə. Təkliyəndə qurd səni döyəcəksən dizinə. Bizi çağıracaqsan köməyinə o zaman. Qorxub qışqıracaqsan. Halım yamandır, yaman. Sən onda biləcəksən nədir dostluq, yoldaşlıq. Sən onda biləcəksən nədir birlik, qardaşlıq. Yaxşı, gedin. Çataram. Kəsə yola çataram. Məktəbə lap birinci, onlardan tez çataram. Minib qamış atını, çəpiş çapdı dörd nala. Kəhərinin üstündən boylandı sağa sola. Ağacları, kolları, cığırları, yolları güllə kimi keçir o. Dovşandan bərk qaçır o. Sanki qanad açır o. Qızıl quş tək uçur o. Baxarıq, görərik kim keçəcək. Kim nə qədər tez getsə, mən ona çatacağam. Məktəbin qapısını birinci açacağam. Elə bu vaxt meşədən, qaranlıq bir güşədən boz qurd atıldı yola. Boylandı sağa sola. Kəpişlə üzləşdilər, yamanca gözləşdilər. Qurd qıcırtdı dişini, marçıldatdı dilini, qulağını şəklədi, quyruğunu diklədi, göy kimi güruldadı, kəpişə mırıldadı. Yaxşı düşdün əlimə, mənim bala çəpişim, mənim şirin kişnişim. Gəlməsəydin acından əngəl olardı işim. Lovğa çəpiş qorxudan çubuq kimi əsirdi. Qurdsa onu yeməyə yamanca tələsirdi. Çəpiş bildi, qurd onun işini bitirəcək. Parçalayıb bu saat qarnına ötürəcək. Qardaşlar, kömək edin ay aman. Öldürəcək qurd məni, halım yamandır, yaman. Gəlin, yazıq çəpişi qurdun əlindən alın. Hardasan? Ayı, dovşan, kömək edin, ay aman. Dostların uzaqdadır. Onlar eşitməz səni. Eşitsələr də mənə onlar nə eləyər? Yəni? Dostlar uca bir dağı aşırdılar bu zaman. Çəpişin zil səsini tanıyıb dedi dovşan. Bu çəpişin səsidir. Bu çəpişin səsidir. Ayı balası qaçıb hündür ağaca çıxdı. Sağ pəncəsi alnında dəriyə sarı baxdı. Xəbər verdi hamıya. Odur çəpiş. Dərədə bir yekəcə boz qurd da dayanıbdır bələdə. Əziz dostlar, mərd olun. Gəlin dağı tez aşaq. Çəpişə kömək edək. Ac göz qurdla vuruşaq. Gəlin dağı tez aşaq. Çəpişə kömək edək. Ac göz qurdla vuruşaq. Hazır olun döyüşə. Dovşan, dələ marş çaldı. Başladılar yürüşə. Dərənin üstündəki qayaya çatdı dostlar. Hərəsi bir tərəfdən hücuma başladılar. Yumbalandı qayadan kirpi qurdun başına. Öz iti oxlarını batırdı göz qaşına. Əlindəki kələmi dovşan qurda tuşladı. Porsuq cumub qarnını, quyruğunu dişlədi. Qoçaq ayı balası yastı-yastı yüyürdü. Əlindəki ağacla o ki var qurdu döydü. Fındıq qoyub sapanda dələ vurdu gözündən. Qurd ağlını itirdi. Tamam getdi özündən. Dovşan qurda yanaşdı, ayağından yapışdı. Qurdun qıçı dolaşdı, kəllə mayallaq açdı.
Qurd təkləndi, qurd çaşdı, meşə deyib nə qaçdı. Bugünkü vuruşmada məğlub oldu canavar. Dostlar qalib gələrək məktəbə yollandılar. El gücü sel gücüdür söyləmişdir babalar. Dostların əlbirliyi düşmənlərə dərd olar. Kəpiş lovğalanmadı bundan sonra heç zaman. Ayrılmadı öz qoçaq vəfalı dostlarından. Radiomuzun Qızıl Fondundan səsləndirdiyimiz nağıl 1965-ci ildə lentə alınıb.